Deməli, bir hörmətli izləyicimiz yazır, qadın ehtiraslanması kişidən asılıdır. Ümumiyyətlə, belə yəni bir xətli, bir mənalı, bir səbəbli yanaşmalar, yəni insan kimi bir varlığa bu absurd məsələdir. Yəni bunlar populist çıxışlardır. Yəni bu insan böyük ehtimal ki, öz təcrübələrindən yola çıxaraq danışır. Lakin bir insanın təcrübəsi sadəcə dəryada bir damladır. Bu dünyada 8 milyard insan yaşayır. Yəni bu cür nəticəyə gəlmək üçün ən azından elmdə belə bir qayda var. Elm statistikalar üzərindən irəliləyir. Statistikada ən azından 2 milyarda yaxın insan təcrübəsinin ümumiləşdirilmiş halıdır. Bu adam gələk hardasa bir ən azından onun yarısını təcrübə eləsin ki, 1 milyard. Ondan sonra belə bir nəticəyə gəlsin ki, qadın ehtiraslanması kişidən asılıdır. İndi gəlin real faktları sadalayaq. Qadının ehtiraslanmasının kişidən asılı olan tərəfləri varmı? Bəli, var. Çoxdurmu? Bəli, cavab çoxdur. Yəni, kişi ümumiyyətlə münasibətlərdə daha dominant xarakterə sahibdir. Yəni, işin əsas hissəsi, yəni, kişi tərəfindən inisiyə edilir, başladılır. Düzdür, flört şuuraltı səviyyədə qadın tərəfindən başladılır. Yəni, bu əsasəndir, yenə də deyirəm. Amma münasibətin özü əsasən ön sevişmə və cinsi münasibətdən sonraki qayğı və nəvaziş bunlar kişi tərəfindən başladılır və davam etdirilir. Yəni burada kişinin təcrübəsi, qadınları anlaması, biliyi və bacarıqları rol oynayır təbii ki. Amma bir mənalı olaraq bu şəkildə demək ki, bu yalnız kişidən asılı, bu absurd məsələdir. İnsan təkcə çünki psixoloji varlıq deyil. Eyni zamanda da insan bioloji varlıqdır. Hər bir insanın biologiyası var. Onun hormonal, nevroloji strukturu var. Yəni sinir sisteminin anadan gəlmə bir tipi var. Yəni bir xanım anadan gəlmə ya aseksual ola bilir, bu kişiyə də aiddir. Ümumiyyətlə cinsi ehtirası demək olar ki, 0 dərəcəsindədir. Yəni bu 6% xanımlar bu kateqoriyaya girir. Yəni həqiqətən də orqazmın ümumiyyətlə nə olduğunu bilmirlər. Yəni bu qadınlara bu kişi istəyir, onun yanında oriental rəqs oynasın, istəyir özünü cırsın, istəyir başını divara vursun, bir şey edə bilməz. Digər kateqoriyalar zəif cinsi əlaqədir. Yəni daha doğrusu zəif cinsi ehtirasdır. Orada hardasa nələrsə eləmək olar, biraz qaldırıb orta səviyyəyə gətirmək olar. Sonra ortadır, güclüdür və daha güclüdür. Yəni, belə deyək də, zəifi bir balaca orta eləmək olar, ortanı bir balaca güclü eləmək olar, güclünü bir balaca daha güclü eləmək olar. Yəni, müəyyən rolu ola bilər kişinin. Amma bu o demək deyir ki, insan biologiyasını kişi idarə eləyə bilər. Və burada başqa məsələlər də var. Çox dərin psixoloji travmalar da ola bilər. Məsələn, qadın təcavüzə uğrayıbsa, qadında cinsi münasibətdən iyrənmə varsa və onunla bərabər onun beyninə uşaq vaxtından yeridilib ki, bu pis bir şeydir və günahkarlıq duyğusu meydana çıxıbsa, bütün bunları həll eləmək artıq mütəxəssis psixiatrın, psixoterapevtin işidir. Yəni, ixtisası olmayan insanların işi deyildir. Yəni, nəzərə alanda insanı tam bütövlükdə nəzərə almaq lazımdır. İnsan mürəkkəb bir sistemdir. İnsan bioloji, psixoloji, sosial və ruhsal varlıqdır. Bioloji olaraq evimiz haradır? Bədənimizdir. Psixoloji olaraq evimiz haradır? Zehnimizdir. Daha sonra sosial olaraq evimiz haradır? Bizi sevən, qəbul edən, bizə hörmət edən, bizi şəxsiyyət kimi dəyərləndirən cəmiyyət. Ruhsal olaraq evimiz haradır? Ali anlamların axtarışıdır. Yəni bunlara bəzi insanlar kainata deyək ki, ithaf olunan anlamlar kimi də qeyd edə bilər. Bəziləri isə yəni Tanrıya necə deyirlər, ithaf olunan anlamlar kimidir. Başa düşürsünüzmü? Və digər məsələlərdən biri də o insanda, o xanımda davranış pozuntusu ola bilər. O xanımda porno filmdən asıllıq, yanlış necə deyirlər,
xəyal qurma, yanlış masturbasiya, yanlış vərdişlər real cinsi əlaqədən zövq almamasına gətirib çıxarda bilər. Yəni bu boyda problemin çoxluğunda heç bir zaman kişi iddia edə bilməz ki, %100 hər şey məndən asılıdır. Yəni bu cür populist çıxışlara fikir verməyək. Əgər bir problem varsa, bir mütəxəssisə müraciət eləmək lazımdır. Diqqətinizə görə minnətdaram. Sağ olun.